Allah bu var olduğumuz aləmi çox ciddi nizam-intizamla yaradıb. Hər şey dəqiqdir burada, bilirsiniz. Nizam-intizam hakimdir. Bir dənə insan ki azaddır, azadlığından istifadə edir, bu nizamın əksinə gedə bilir. Bu nizamın əksinə getməyə nə deyilir? Günah, xəta. Maddi məsələlərdə hər şey şəffaf görünür deyə biz normal qəbul edirik. Bizə desələr ki, məsələn, başvurud qapının tininə vurmaya, qan asılacaq başında. Biz necə qəbul edəcək? Düzə, aydın məsələ. Allah deyir ki, qeybət eləmə, həmən sözü deyir. Nə oldu məsələn? Filan şey içmə, filan işi görmə. Əməlin həqiqətinə uyğun danışır bizlə. Bizə zərər vurur o əməl. O ki deyir, Allah deyir, tövbə eləyim, bağışlayayım. Bax, indi tövbə ayıdır. Tövbə eləyim, bağışlayayım. Bax, bağışlayayım nə deməkdir? Biz bir dənə xəta elədik, pis iş gördük, elədir. Təbii olaraq o işin cəzası bizim ruhumuza gəlir, çatır. Qəssabın, nə deyirlər, kötüyün üstündə qoyuruq əlimizi, götürürük, vururuq, barmağımızı kəsirik. Nə qədər qan gedir, barmaqların qırılıb düşüb. Təbii bir şeydir də, əlini kəsdin, bu vəziyyətə düşdün, hə? Aləmin nizamı var da, maddi aləmin nizamı budur ki, balta əli kəsir, nizam intizamı var, hə? Mənəvi aləm də elədir. Mənəvi aləmində dəqiq belə bir qayda qanunları var. Sən hər dəfə xəta, günah eləyəndə, təbii olaraq, təbii qaydalarla da sən özvə zərbə vurdun. Özvə zərbə vurdun. İndi bağışlamaq nədir bu arada? Bağışda, yəni kəsilən barmaqları birləşdirmək and olsun Allaha. Tövbə çox əzəmətli bir məsələdir, çox təəccüblü bir məsələdir. Bilsin, maddi aləmdə asandır, hər şey görürük də şəffafdır. Mənəvi aləmdə də, bax bu əməllər var, günah. Günah yəni adama xəsarət yetirən işlər. Pərdə çəkilsə gözünün önündən, necə dünyada görürsən ki, adam başını divara vuranda başı yarılır, o da mənəvi aləmdə eyni şeydir. Sadəcə görmürük deyə başa düşmürük. Uşağın işi asandır da, məsələn, bir dəfə təzədir, hələ gözün təzə açıb. Məsələn, əlini peçə aparır, deyirsən, bu yandırır ha. Görürsən, başa düşmür, bir də əlini aparırsan, biraz yanır və ömrün axırınacan öyrəndi bunu. Çünki bədən dərhal hiss elədi. Mənəvi məsələlər ondan betər yandırır. Sadəcə problem bundadır ki, onun kimi hiss olunmur deyə Allah 114 surə göndərir. Ölüm bilirsiniz nədir? Ölüm bilirsiniz nədir? Ölüm, bax, belə deyək də, elə bir biz özümüzə vururuq, zərbə vururuq, hə? Yaralarımız sızıldayır, hə? Bizi iki edici bir şey vururlar, yaralı ağrılar hiss eləmir. Amma ağrılar sızıldayır, ha? Sonra o dərmanın təsiri keçəndə necə başlayır sızıldamağa, ağrı dəhşətli olur. İnsan ölümü də belədir. Dünyada keyiyib, ruhuna günahla zərbə vurur. Dünyadan köçən kimi o keyliyi keçir. Keyliyi keçəndə vay, başlayır nə ağrılar. Bu haranın ağrısıdır, ona cəhənnəm buna deyirlər. Bu nəyin ağrısıdır? Öz əlinlə özünə vurduğun zərbələrdir bu. Qır qazanı deyil, cəhənnəm. Anekdot qoşub danışıb güləsiniz. Əlləzi təttəli'u aləl əfidə, içdən yanan oddur.